həyat qısadır. Qısa olduğu üçün dəyərsizdir. Yəni dəyməz də bir çox şeylərə görə qanı qaraltmaq, sevinmək, incitmək, incimək. Gəldi nəsihət istədi. Elə çox istəyirəm bu sözü, mənim xoşuma gəlir. Alimdən nəsihət istədi, dedi iki şeylə: incitmə və incimə. Bunu eləyə bilsən çox böyük adamsın. O xırda şeylərə görə küsürsən, inciyirsən. Bunlar hamısı olur ki, sən çox əhəmiyyət versən əhəmiyyetsiz şeylərə. İncimək, küsmək onu göstərir ki, insan kiçikdir, cılızdır. Uman yerdən küsəllər filan, bəzi məqamlar o küsmək də deyil, o məsələn nəyəsə təmənna eləmək, o bəzi məqamlarda olar. Amma ki, incimə və incitmə, bu cür yaşamaq üçün gərək həyatın əbədiliyini görəsən və buradakı həyatın müvəqqətiliyini. Müvəqqəti şeylər üçün adamları incitmək olmaz. Bir dənə, bütün dünyanın hamısı bir insanın ürəyinə yox, atılan dırnağına dəyməz. Onu sənlə bir qəmləndirəsən nəyəsə görə.